Bir də belə bir səhv olmaz, bir də təkrar eləməli səhvdir, peşmanıq. Saxta alkoqollu içki dövriyyədən çıxarılaraq saxlanıca verilmişdir. Danışın. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Ağsu şəhərində planlanan kənar yoxlama aparılıb. Yoxlama Mürsəzadə Xəyyam Namiq oğluna məxsus Xəyyam marketdə və həmin marketə aid ambarda həyata keçirilir. Araşdırma zamanı saxtalaşdırma əlamətləri olan alkoqollu içkilər aşkar edilib. Məhsullara baxış zamanı etiket məlumatlarında istehlakçı barədə dolğun məlumatların verilmədiyi məlum olub. Bundan əlavə, məhsulların üzərində göstərilən və mövcud sahibkarlıq subyektinə aid olmadığı məlum olub. Həmçinin, arağın başlanğıc hissəsinin və etiketlərin kurslar üsulla yapışdırıldığı da aydın şəkildə görünür. Bu faktlar məhsulun saxtalaşdırıldığını sübut edən əsas göstəricilərdir. Nəticədə aşkar edilmiş 247 ədəd alkoqollu içki satışdan çıxarılıb və saxlanıca verilib. Uzun müddətdir ticarətlə məşğuluq, mal alıb satırıq. Yoldan bir maşın keçən vaxtı gəldi, mal təklif elədi, götürdük. Bilmədik saxta olduğun araq məhsulu. Götürdük, satırdıq. Qida təhlükəsizliyi gəldi. Görən momentində bildik ki, xarab araqdır, aksisi xarabdır. Ondan sonra bildik, peşmanıq bir də olmaz. Bəli, bundan belə də hər gələn maldan Aksis markasının qidadan olan kağızını tələb edib sonra mal alacaq. Ağsu şəhəri Səməd Vurğun küçəsində və Molla Vəliyev adı küçəsində yerləşən Mürsəzadə Xəyyam Namiq oğluna məxsus marketdə və ona məxsus əsas məhsul saxlanıc ambarında Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən planlanan yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif çeşiddə saxta alkoqollu içkilər aşkar edilmişdir. Alkoqollu içkilərin vizual baxış zamanı istehsalçısı barədə dolğun şəkildə məlumat verilməməsi, qapaq hissəsinin kurslar üsulla yapışdırılması və bu kimi digər nöqsanlar qeyd olunmuşdur. Saxta alkoqollu içkilərin eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən təsdiq edici sənədlər yoxlamaya təqdim edilməmişdir. Bundan əlavə ümumilikdə 247 ədəd aşkar edilmiş saxta alkoqollu içki dövriyyədən çıxarılaraq saxlanıca verilmişdir və həmin məhsullardan nümunə götürülərək Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilmişdir. Sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmişdir. Buradan istehlakçılarımıza bildirmək istəyirəm ki, bu kimi hallarla qarşılaşdıqda Agentliyin Münif Çağrı Mərkəzinə və İqdam tətbiqi vasitəsilə müraciət etmələri xahiş olunur. Nizami Rəsulov, Rafiq Həsənov, Elçin Məlikov, xüsusi olaraq Dinaz TV üçün.